Tabii, müqayisə, məntiqi, xüsusi. Hesab əməliyyatlar deyəndə bildiyimiz toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə belə şeylərdən söhbət gedir. Hesab əməliyyatlar. Müqayisə əməliyyatları isə bax kiçikdir, böyükdür, fərqlidir, bərabərdir, bitvindir. Bax bunlar da müqayisə əməliyyatları kimi. Məntiqi əməliyyatlar isə and, or, not, EQV də yazılır. Bax bunlardır. Düşə bilər qabağınıza çıxar. Xüsusi aparılan əməliyyatlar isə like, in, is null, not null bax bunlardır. Bir də bilin ki, ArcSys proqramında 4 tip sabitdən istifadə olunur. True, doğru deməkdir. False, yalan deməkdir. Belə deyək də, o, bizə deyək, bir də görsədim. Deyək, gəlib bizə. Bu gördüyün o 2 dənə dırnaq işarəsi də boş sətri görsədir. ArcSys proqramında 4 dənə tip sabit bunlardır. Bunları da öyrənmək lazımdır. Bu belə. Sonra, qulaq asaq indi bura. Bizə deyək, bunu silək. Deməli, ArcSys proqramının sahəsi aşağıdakı xarakteristikalar. Yəni, sahənin aşağıdakı xarakteristikaları var. Bir sahənin aşağıdakı xarakteristikaları var. Hansılardır onlar? Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Yadımızda qalsın, dəyişməyin. Sahənin adı təkrarlana bilməz. Yəni, unikal olur. Bir də sahənin xüsusiyyətlərindən biri də onun uzunluğudur. Deməli, nəymiş? Hər bir sahənin unikal xüsusiyyəti deməli, nəymiş? Onun uzunluğudur. Onun üzr istəyirəm adıdır. Sahənin adı təkrarlanmır, yəni unikaldır. Hər bir sahənin xüsusiyyətlərindən biri də onun uzunluğudur. Yenə deyirəm, unikal desək, unikal xüsusiyyət desə onun adıdır. Hər bir sahənin xüsusiyyətlərindən biri də onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdirilə biləcək simvolların işarələrlə müəyyən olunur. Sahənin adının uzunluğu və cədvəlin adının uzunluğu da ən çox 64 simvol ola bilər. Yəni, nə demək istəyir? Cədvəldə yaradanda göstərəcəm indi sizə. Baxın, burada bu cədvəldə, bax bu cədvəldə. Bax, bu cədvəlin adında və sahənin adında, bax burada, ən çox 64 dənə simvol olabilir. Onu deyir. Bizə dəqiqə. Bir də sahənin daxilində bir cədvəldə üzr istəyirəm, hələ bunu bilək. Bir cədvəldə 255 dənə sahə ola bilər. Yəni, 255 dənə sütun ola bilər. Yadımızda qalsın. 255 dənə sütun ola bilər. Və belə bir şey deyim ki, bir növ sahənin xüsusiyyətinin qiymətində 255 dənə, yəni onun içərisində 255-ə qədər simvol ola bilər. Bir cədvəldə 255 dənə sahə ola bilər, o sahənin içərisində də 255 dənə simvol ola bilər. Buna diqqət edin. Sahənin və cədvəlin adlarında müəyyən məhdudiyyətlər var. Dediyim kimi, ikisinin adının uzunluğunda da 64 simvoldan çox ola bilməz. Bu cədvəlin adında da, sahənin adında da, nöqtədən də, nidadan da, kvadrat mörtəzədən də, belə şeylərdən istifadə icazə yox. O cümlədən adları space düyməsindən başlaya bilməz. Bir də yadınıza gəlirsə, əməliyyat sistemlərini keçəndə deyirdik ki, AUX-dur, LPT-dir, nulldur, pırındır. Bunlar failin adında istifadə olunur. Bax, elə şeylər burada da istifadə oluna bilməz. Sıfırdan onsuzlar edən ona simvollar. Bir də bilin ki, cədvəlin adında düz dırnaq işarəsi. Bax, bu gördüyüm bu dırnaq işarəsindən istifadə icazə. Yalnız sırf cədvəlin adında düz dırnaq işarəsindən istifadə icazə yox. Bunları yaxşı öyrənmək lazımdır. Bu belə. Sonra, ArcSys-də açar anlayışı var. Dediyim kimi, açar belə deyək də 2 yerə bölünür. Deməli, bir növ bir də dediyim kimi, unikal sahələr var, açar sahələr var. Unikal sahə dediyimiz kimi, elə sahədir ki, orada təkrarlama ola bilmir. Açarın 2 növ var. Xarici açar var, əsas açar var. Əsas açar, belə deyək də, cədvəl daxilində elə bir təkrarlamanın qarşısını alır. Hər bir deyək karteci bir mənalı təyin edən atributdur. Yəni, o atributa, yəni sütun başına təyin eləyir, təyin eləyirik onu, orada təkrarlanma olmur. Xarici açar isə
Cədvəllər, yəni nisbətlər arasında əlaqə yaradır. Sualı olan varsa verə bilər əlbəttə ki. Aksiyasının əsas obyektləri. Bax, verilənlər bazasının əsas obyektləri, yəni verilənlər bazasının idarəetmə sistemi aksiyasının əsas obyektləri deyəndə cədvəl, sorğu, forma, hesabat, səhifə, makros, modul. Bax, bunlar. Verilənlər bazasının əsas obyektləri deyəndə bunlardır. İndi qulaq asın. Bunlar üzərində ətraflı danışacağım indi. Deməli, bax, bizə də üzr istəyirəm. Cədvəl, birinci aksiyasının əsas obyekti cədvəldir. Bunları yaradacam da, hamısını bir-bir yaradıb göstərəcəm. Aksiyasının əsas obyekti cədvəldir. Verilənlər bazasının idarəetmə sistemlərinin əsas obyekti cədvəldir. Cədvəl, təsəvvür elə ki, verilənlər bazası cədvəlsiz mövcud ola bilməz. Yadımızda qalsın ki, verilənlər bazası, cədvəl verilənlər bazasının əsas elementidir. Verilənlərimiz o cədvəllərin içərisində saxlanır. Müəyyən deyir, verilənlərimizi bir növ saxlamaq üçündür. Yadımızda qalsın. Cədvəl də sahələrdən və sətirlərdən ibarət olur. Aksiyasının da əsas obyektidir. Query, sorğular. Sorğu, belə deyək də, lazımi məlumatın müəyyən şərt daxilində, verilmiş şərt daxilində lazımi məlumatın bazadan götürülməsinə, seçməyə imkan verir. Yadında qalsın ki, sorğular cədvəllər əsasında yaradılır. Formalar bazaya məlumat daxil etmək və onlara baxmaq üçündür. O da cədvəl və sorğular əsasında yaradılır. Hesabat. Birinci burayla bağlı, biz report hesabatla bağlı bir şey bilməliyik ki, hesabat obyektində yalnız çap mümkündür. Yəni ki, bu yekun nəticədir. Yəni, təsəvvür edək ki, hər hansı bir şirkətin yekun, məsələn, bir aylıq hesabatı, onun üzərində o baş vermiş bir şeydir. Dəyişiklik eləyə bilərikmi? Yox. Report, hesabat, yekun nəticədir. Burada redaktə mümkün deyil. Cədvəllər və sorğular əsasında yaradılır. Page, səhifələr, HTML dilində yazılmış məlumatlardır bu. İnternet və lokal şəbəkələr işləməyə deyil imkan verir. Elə bil ki, internet səhifələrini əlaqələndirir. Makros var. Makrosu biz bundan qabaq PowerPoint-də də görmüşük, Word-də də görmüşük, Excel-də də görmüşük. Tez-tez təşkil əmrlərimizi deyirdik, qruplaşdırırdı. Yəni, tez-tez yerinə yetirilən əmrlərimizi avtomatlaşdırmaq üçündür makros əmri. Yəni, tez-tez yerinə yetirdiğim bir düymə altında görünür. Modullar. Verilənlər bazasını sazlamaq, genişləndirmək üçün nəzərdə tutulmuş Visual Basic dilində yazılmış proqramdır. Bazanı genişləndirmək və sazlamaq üçün nəzərdə tutulmuş Visual Basic dilində yazılmış proqramlardır. Bunların hamısını göstərəcəksiniz. Bu da Access-də olan sahə tipləridir. Hansı ki, bu sahə tiplərinə də baxaq, sonra keçək Access-in özünə. Burada var Short Text sahə tipi, qısa mətin. Burada ancaq 255 simvol saxlaya bilərik. Long Text, köhnə adı OLI-dir. Üzr istəyirəm, OLI nədir? Memo. Deməli, burada, belə deyək də, artıq 64 minə, long uzun deməkdə uzun mətn, 64 minə qədər simvol saxlamaq mümkündür. Və bir növ, belə deyək də, burada saxlanan mətn ən çox 1 GB, bu bir sahəsində saxlanan mətn ən çox 1 GB ola bilər həcmi. Və burada 64 min simvol saxlama onu göstərir ki, bir növ bu bazada deyil, başqa yerdə saxlanır məlumat. Number, ədəd tipli, rəqəm tipli ifadənin saxlanması üçündür. Minimal gördüyünüz kimi, diqqət eləyək bura. Mənfi 231, maksimal 231 çıxaq 1 diapazonunda ədədlər ala bilər. Large number, daha çox ədəd saxlamaq üçündür. Daha böyük hesablamalar aparmaq üçündür. Mənfi 263 minimal, 263 çıxaq 1 maksimal aralığında ədədlərini işləyə bilər. Data type, vaxt, tarix saxlayır. Data type extend, daha belə deyək də, dəqiq nanosaniyələrə qədər vaxt tarixləri saxlamaq üçündür. Querency pul tipidir. Auto number, bu sahənin bir xüsusiyyəti var ki, avtomatik artmaq xüsusiyyətinə malikdir. Yadımızda qalsın, avtomatik artmaq xüsusiyyətinə malikdir. İndi göstərəcəm. Yes, no, ya hə, ya yox. Onun üçündür. OLI obyekti, OLI sahəsi, OLI tipi daha doğrusu.
Bu bir növ bazıya kənardan məsələn şəkil, video belə şeylər gətirmək üçündür. Hiperlink hiperistinad əlavə etmək üçün nəzərdə tutulub. Gördüyün o attachmentdir, translyatordur, lookup wizarddır. Bunlar əlavə sahə tipləridir. Bunun ilk 11 dənəsi əsas sahə tipidir. Amma attachmentdir, translyatordur, lookup wizarddır. Bunlar əlavə sahə tipləridir. Attachment qoşma deməkdir. Fail əlavə et, qoşmalar əlavə etmək üçündür failləri. Translyator hesablamalar üçündür. Lookup wizard da yenə sahə tipidir. Yenə deyirəm, attachment, translator, lookup wizard. Bunlar da sahə tipləri. Bu belə. Bu arada burada da bir qeyd yazmışam ki, OLI sahəsindən başqa istənilən sahəyə nə etmək olar? Açar təyin edə bilərik. Bir də OLI sahəsindən bağlı biz bir şey bilməliyik ki, qabaqda göstərəcəm. OLI sahənin ölçüsünü saxlamır. Gəlin aksesi açaq. Sualı olan varsa verə bilər əlbəttə ki. Və məni hamı çox yaxşı dinləsin, xahiş edirəm. Access proqramını açaq. Sıfırdan Access açaq. Keçdik. Accessimizi açdıq. Deməli, Access açdım. Qarşıma yenə gördüyünüz kimi backstage bir hissəsi çıxdı. Deməli, belə deyək. Bax, görürsünüz blank database. Bax, biz buradan yeni fail yaradacağıq. Yeni cədvəl. Yeni sənəd yaradacağıq. Üzr Access sənədi. Və belə deyək də, bax, görürsünüz, bunu kəsər deyər ki, yeni sənəd bu nüansından yaradılır. Bundan siz səhv salarsınız. Bax, görürsünüz, yanında belə bir işarəsi var. Qəpi işarəsi, elə bir üstə yox. Blank database'i vurdum. İndi burada bundan qabaq database 38 olub adı. Bundan əslində, yəni birinci dəfə açsaq database 1 olmalı. Buradan create eləyirik, cədvəlimizi keçirik yaratmağa. Baxın, bayaq dedik ki, cədvəl sahəsiz mümkün ola bilməz. Görürsünüz, ən azından bir sahə olur. Gördüyünüz kimi. Cədvəl yaratmağım üçün mən ümumiyyətlə burada iki cür iş rejimi var. Datasheet view var. Buna əməli rejim deyirlər, operativ rejimi deyirlər. Həm də datasheet view. Design isə design view. Buna konstruktor rejim deyirlər. Mən konstruktor rejiminə keçirəm. O cümlədən onu buradan da keçmək olur. Bax, aşağıda. Keçdik. Konstruktor rejiminə table 1. Bu rejimdə, konstruktor rejimində gördüyünüz kimi 3 dənə başlıq qabağımıza çıxır bizim. File name, data tip, description. Bax, yadınızda qalsın. Konstruktor rejimində 3 hissə bizim qabağımıza çıxır. File name, data tip, description. File name'də biz sahənin adını təyin edirik. Data tipdə sahənin tipini təyin edirik. File name sahənin adını təyin edirik. Data tip sahənin tipini təyin edirik. Description'da əlavə məlumatlar yazmaq üçündür. Yadınızda qalsın. Bu gördüyünüz bu üç başlıqdan file name ilə data tipin doldurulması məcburidir. Description doldurulmaya da bilər. Və data tipin isə seçilməsi avtomatik şəkildə baş verir. Yəni özü seçilir. Yadınıza qalsın. Bax, doldurulması məcburi olan bunlardır. Avtomatik seçilən də data tipdir. Gəlin başlayaq. Görürsünüz, birinci ID sahəsi olur və görürsünüz burada açar işarəsidir. Biz özümüz açar sahə təyin eləməyəndə ID, yəni sayğac tipli sahəyə autonomdur. Avtomatik açar sahə kimi təyin olur. Başlayıram burada ad. Ad short text olsun da qısa mətn tipi. 255 simvol saxlaya bilər də. Ən çox adımız 255 simvol olur. Soyad bu formada yaratdım. Deməli, bu da olsun elə short text. Sonra nə yazaq? Belə deyək. Bəli. Yaş yazaq da time baxmayın. Yazacam, yaş, narahat ol. Bağlayaq mikrofon zəhmət olmasa. Deməli, bax, informatika nəticəmiz olsun. Bu number olsun və ədəd tipi olsun. Sonra, nə bilim, belə deyək də, məntiq nəticəmiz olsun. Formada. Bu da number olsun. Sonra vaxt. İmtahan tarixi. Tarixi. Formada yazdım. Bu da nə olsun? Data time olsun da. Burada da. Sonra nə bilim, əlavə magister təhsili. Klaviaturanın dilini bir də dəyişmirəm. Vaxt getməz. Bu formada təyin elədik.
Bu da yes no. İndi nə edirəm? Bunu yadda saxlayıram, bu cədvəli save eləyir. Bir də biz burada açar sahə də təyin edə bilərik. Bax görürsüz, birinci bundadır. İndi mən açar sahəni seçərəm bunu, buna təyin edirəm. İndi bir dənəsinə təyin eləmişəm. Düzdür? İndi bax məsələn bir neçəsini seçərəm bunu. Bax görürsən 2 dənəsini seçmişəm. İkisinə təyin eləmişəm. Gör. Açar sahə təyin elədiyim sütun başlığında atributda yəni təkrarlama ola bilməz. Yadımızda qalsın. Bu belə. Bir də bax dedim, oli sahəsi, bir dənə də bura şəkil yazaq. Şəkil. Sahənin ölçüsünü saxlamır. File size burada sahənin ölçüsünü göstərir. Onu rabaqda bir də göstərəcək. Rabaq. Oli eləyəndə bunu sahənin ölçüsünü saxlamır. Və görürsən, sahənin ölçüsünü saxlamır. Ayaqda qalsın. Bunu da oli elə. Nəsə, dərsdən çıxmayan zəhmət olmasa. Öyrənmək istəyən biraz özünü yormalıdır bu dərs üçün. Nəticə istəyən tələbə. Neyiniyə? Keçək indi bu cədvəli. Başlayaq. Bax, görürsən, hamısı sütun başlığı kimi verildi. Bir növ neyniyərik? İçərisini dolduraraq cədvəlimiz yaranır. Kimin sualı var bura qədər? Desin. Bu belə. Mənim burada parol qoymaq olmurdu da, aksesi. Nəyə parol qoyursan? Qoyarsan, niyə qoymursan? Kod. Sadəcə daxilindən save-əzdən qoyarsan da yəni. Və buradan qoyarsın. Nəysə. Deməli, davam edək. Bu getdi. Baxın, yadınızda qalsın. Açar sahə kimi əsas tiplərdən 10-ını təyin edə bilmərik. Bir də əlavələrin heç birini açar sahə kimi təyin edə bilmərik. Deməli, nədir? Açar sahə kimi əsas tiplərdən 10-ını təyin edə bilmərik. Bir də ki, əlavələrin heç birini attachment, kalkulyator, lookup, bunlar biz açar sahə kimi təyin edə bilmərik. Süzgəc anlayışı var burada. Danışacağım o haqda da. Süzgəcin növləri var. Filtrdə də süzgəc lazım olan ortaya çıxardır. Sadə süzgəc var. Göstərəcəm. Seçilmişə görə süzgəc var. Genişləndirilmiş süzgəc var. Formaya görə. Bir də burada toggle adında bir işarə var. O süzgəci ləğv edir. Bu da verilən sorğudur. Orada sorğunun növləri də sorğu axtarış üçündür. İndi onları göstərəcəm. Seçimli sorğu var, çarpaz sorğu var, birləşmə var, parametrli. Adlarını öyrənsək yaxşı olur. İndi qulaq as. Gəlin sizlə bir cədvəl üzərində o bayaq dediyim sorğunu da yaradım, hesabat da yaradım, forma da yaradım, siz də baxın. Deməli, cədvəlimizə keçək, bir dənə dolu cədvəl açaq. Gözün görüm neçə idi. İnşallah ki, olur. Hə, budur. Deməli, gəldik bura. Bax, görürsünüz, bu bizim hazır cədvəlimizdir. Gəlin, indi sizlə bir dənə sorğu yaradıq. Var silək. Bayaqdan yaratdığımız keçən dərslərdə gözləyir. Hesabatlar da silək. Yalnız cədvəl mövcud qalsın. Deməli, bunu da sildik. Qulaq asayım. Bax, bu bizim cədvəlimiz. Deməli, sorğu yaratmaq üçün keçirik kritər. Burada seyrbazın köməyi ilə, bunu sonda yaradacağım bu sorğunu. Bunun köməyi ilə sorğu yaradacağım. Org. Deyirəm ki, bax o sorğuda olsun ad 1. Sonra informatika nəticəm 2. Bir də xarici dil nəticəm olsun. Bax, next elədim. Finish eləyirəm. Diqqət elə, sırf onlar görsəndir. Bax, gördüyü kimi. Buradadır. Sorğunu burada da yaradım. Sonra baxın, belə bir şey deyim. Forma. Dedik, forma nədir? Verilənlərə baxış üçün və ora məlumat daxil eləmək üçündür, bazaya. Gəlin bir dənə, belə deyək də, forma yaradıq. From wizard, hamısını elədik. Next, finish. Aha. İndi bax, bura zəhmət olmasa, diqqət elə, bax, verilənlərimə baxıram mı? Bir-bir, bax, diqqət eləsək burada, bax, sağ aşağı küncdə, sol aşağı küncdə, bax, bu hissədə. Bax, bu gördüyümüz işarələr var. Bax, bu gördüyüm növbəti yazıya keçir. Bax, növbətiyə keçəcək. Bax, bunu vururam. Görsən, bir-bir bax. Bu əvvəlkinə keçir. Bu birbaşa birinciyə, bu birbaşa sonuncuya. Bu isə yeni yazı, yeni əlavə məlumat daxil etmək üçündür. Bax, diqqət elə, new. ID sahəsi avtomatik öz təyin edəcək. Bir dənəsini gəlin
təyin edək. Bir dənə əlavəmiz olsun da ora. Bir tələbənin adını əlavə edək. Adı olsun Seymur. Sonra familiya soyadı olsun Həsənov. Yazdıq. İnformatika nəticəsi olsun bunun neçə? 19 informatika yaz. Məntiq nəticəsi olsun bunun 29 məntiq yaz. Məntiq zəif. Xarici dili. Belə deyək. Olsun neçə? 17-dən. Bu qaydada. İndi nə edirəm? Bunu save əmrini eləyirəm. Keçirəm bazaya. Görürsünüz düşməyib də? Yox. İndi refresh all eləyirəm bir dəfə. Diqqət eləsəz gəldi düşdü. Buradakı buldu isə yeni yazını göstərir. Gördüyünüz kimi. Deməli, nə elədik? Biz forma ilə həm bazaya məlumat daxil elədik, həm bazadan məlumat, formaya məlumatda, bazadakı məlumata baxdıq, həm də ki, nə elədik? Məlumat daxil elədik. Formada budur. Deyirəm, dərsdən çıxmayaq. Dərsdən çıxır, hamı mənim əsəbimlə oynayır. Ha, yavaş-yavaş ujək. Sonra, kiritin daxilinə, burada özümə danışmıram. Mənə lazım deyil. Bunu mən bilirəm. Sizə danışıram mən. Report. Hesabat deməkdir. Bax, biz buradan hesabat yaradırıq. Bunu danışıram ki, sən anlayasan, əzbərləməyəsən dərsi. Report hesabat deməkdir. Bax, nə eləyəcək? Bu yekun nəticədir. Burada deyirdi ki, nədir? Dəyişiklik eləmək olmaz. Görsən, sadəcə baxarıq. Çapa göndərək bilir. Tutardı getdi. Görürsünüz, pilin təmri burada. Onun üçün. Tutardı getdi. Biz nə elədik? Onlar da buradan yaradı. Sual olan yoxsa davam edeyim. Deməli, bizə deyək ki, burada da gördüyünüz süzgəcin növləridir. Süzgəci də yenə görsədim haradan təyin edirdik. Süzgəci də bax, buradan təyin edirdik. Bax, krit bölməsinə keçsək, cədvəlimizə keçsək. Bax, burada bizə deyilir, gözlə görüm hanım. Bax, burada. Süzgəcimiz də buradan təyin edirik. Filtr. Sadə, seçilmişə, genişləndirilmişə görə süzgəc. Bir də süzgəci ləğv edir burada, tardıl filtr. Burada ascendik var, descendik var. Biz Excel'də öyrənmişik necə? Excel'də öyrənmişik ki, sıralama necə idi? Sıralama əgər birinci mətn tipli ifadə gəlirdisə, mətn gəlirdisə, məsələn, informatika sözü gəlirdisə, info. Sonra, tutaq ki, belə deyək də, durğu işarəsi gəlirsə, məsələn, dırnaq işarəsi gəlirdi. Sonra rəqəm gəlirsə, məsələn, 7 gəlirsə, bir də boş xana, aşağıda bir dənə də boş xana varsa. Əgər biz bunu artma ardıcıllığına düşsək, birinci rəqəm gəlir. Sonra dırnaq işarəsi gəlir, sonra informatika gəlir. Sonra, belə deyək də, boş xana gəlir. Azalma ardıcıllığından düşsək, birinci informatika gəlirdi. Yəni, hər simvol. Sonra, belə deyək də, dırnaq işarəsi, yəni durğu işarəsi, sonra rəqəm, sonra yenə boş xana sondur. Amma burada elə deyil. Burada, bax, bu boş xana əgər artma ardıcıllığı ilə düzülürsə, birinci gəlir. Sonra rəqəm gəlir, sonra dırnaq işarəsi, sonra mətn tipli ifadə. Azalma ardıcılığı ilə düzəlirsə, birinci mətn tipli ifadə gəlir, sonra dırnaq işarəsi gəlir, sonra rəqəm gəlir, sonra bu. Gördüyünüz kimi, yəni Excel'də həmişə xana bu sonda gəlirdi, boş xana. Amma burada boş xana artma ardıcıllığına düzülürsə birinci gəlir, azalma ardıcıllığına düzülürsə sonuncu gəlir. Kimi aydın olmalı? Bu da belə. Davam eləyək. Burada da yenə olaraq qeyd eləmişəm. Yenə belə deyək də, iş rejimlərini burada da yazmışam. File name nədir, data tip nədir, description nədir, hamısını qeyd eləmişim. Öyrənə bilərsiniz burada. Gələk bax burada. Sahə yaradanda, baxın, bayaq o cədvəl yaratdıq. Burada müəyyən anlayışlar vardır. File size, sahənin ölçüsünü göstərir. Burada yadımızda qalsın ki, OLI sahənin ölçüsünü saxlamır. Sonra buradan müəyyən bir şey deyəcəm. Bax, bu regret var, bax, bu gördüyün. Bu, hər hansı bir sahəyə verilənlərimizin daxil edilməsini məcburi eləyir. Yadımızda qalsın. Sonra indeksləşdirmə anlayışı var. Hər hansı dublikatın qarşısını alır. Axtarışı sürətləndirmək üçündür. OLI və attachment sahələrini indeksləşmə təyin eləmək olmaz. Yadımızda qalsın. Bu belə.
Buradan onu bilsək kifayətdir. Sorunun tərtibi belə bir anlayış var. Gəlin sizinlə bir dənə belə bir soru yaradaq. Bu sonuncu hissəmizdir. Sonra bir cədvəl var. Onu izah edəcəm. İzah yekunlaşır ondan. Deməli, bax, keçirik kritin içərisinə. Nə edirik? Bu formada sorğu verir. Bu cədvəl bir dənədir indi. Bir neçə cədvəl olsa, bir neçə cədvəl əsasən də vermir. Əldə edirik. Cədvəlimiz əsasən verir sorğumuz. Deməli, bax, burada bir növ nə edirik? Sahənin adını yazırıq. Məsələn, burada olsun ad. Sonra burada olsun soyad. Sonra burada olsun nə? İnformatika nəticəsi. Burada olsun nə? Məntiq nəticəsi. Gözün görüm, informatika, məntiq. Hə, bu formada olsun. İndi qulaq asın. Bax, bu görürsünüz, bu aşağıda sort. O çeşitlə sırala mənasına gəlir. Dimin bazasında buna aid sual var. Ha. Seçkilə sırala mənasına gəlir. Testlərdə də görəcəksiniz. Burada ascending sıralama artma ardıcıllığından olsun. Descending azalma ardıcıllığından olsun. Ha, sırala çeşitlər. Bu sort odur. Şov. Bu sahələrdən hansı sorğunun nəticəsində görsənməsin? Qabağından qalsıdan götürsə, görsənməyəcək. Amma ki, o kriteriya və orada nəzərə alınacaq ha. Yadımızda qalsın. Bax, bunun qabağına qalsıdan götürsəm, verdiyim sorğuda görsənməyəcək. Amma kriteriya və orada nəzərə alınacaq. Kriteriya bizə əndə uyğun gəlir. Or isə bildiyimiz orada ənd kəsişmədir, or birləşmədir. Məsələlərdə görəcəksiniz. Zəhmət olmasa bir izah edə bilərsiniz. İzah edə bilərəm. Bax, burada fail sahənin adını göstərir. Table cədvəlimizi göstərir. Bəli? Bəli. Aha. Sort çeşitlə sırala mənasına görə. Aldığımız nəticə artma ardıcıllığından düzülsün, yoxsa azalma ardıcıllığından düzülsün. O deməkdir. Çeşitlə sırala. Şov isə bu sahələrdən hansı görsənsin, hansı görsənməsin sorğunun nəticəsində. Kriteriya bölməsindən. Baxın, bu kəsişmədir, o isə birləşmədir. Bax, belə bir şey olacaq. Bax, tutaq ki, buraya yazırıq. Böyükdür. Bizə dəqiqə, klaviaturanın dilini dəyişim. Bax, belə bir şey yazırıq. Böyükdür 20. İnformatikası 20-dən böyük olanlar, bunun qabağına, məntiqin qabağına da yazıram. Belə deyək də, məntiqi 30-dan böyük olanlar. Baxın, sırf qabağımızın indi axtarış nəticəsində nə çıxacaq bilirsiniz? İnformatikası 20-dən böyük olanlar, məntiqi 30-dan böyük. Ki şərtin ikisi də ödənməlidir. Elə bir şəxs çıxacaq ki, qabağımıza, şəxslər yaxud. İnformatikası 20-dən böyük olsun, məntiqi 30-dan böyük olsun. Bax, gəlin run eləyək. Diqqət eləyin. Görsünüz? 3 nəfər var imiş. Aygün, Qasım, Slamik. 23 informatik, 24, 22. Məntiq 40, 38, 35. Yəni ki, belə deyək də, o kriteriya bölməsi kəsişmədir. Şərtin ikisi də ödənməlidir. Bu qaydada bunu başa düşək. Bu belə. Bizə dəqiqə gözləyək. Qaydaq indi belə bir sorğu verək. Bizə dəqiqə hanı? Hə. Baxın indi. Əd eləyək. Cədvəlimizi verək ora. Deməli. Ad görsənsin. Soyad görsənsin. İstəyirəm. İnformatika nəticəsi. Məntiq nəticəsi görsənsin. İndi baxın, belə bir sorğu verəcəm. Bax, kriteriya. Buraya yazıram, indi olsun informatikası tutaq ki, yenə 20-dən böyük. Amma ora gəlib bunu yazsam bu aşağıya. Burada artıq, məsələn, deyirəm ki, informatikası 30-dan. Yenə bax, həminki sorğunu. Bu dəfə nə çıxacaq, bilirsiniz? Bu dəfə ikisinin birləşməsi çıxacaq. Yəni, elə bir şəxslər çıxacaq ki, bəlkə də informatikası 20-dən böyükdür. Amma ki, məntiqi 30-dan böyük deyil. Yaxud elə bir şəxslər çıxacaq ki, məntiqi 30-dan böyükdür, amma informatikası 30-dan böyük deyil. Yəni, ikisinin birləşməsi çıxacaq. Bura baxın. Görsünüz? Görsünüz, bax, burada bax. Amma ən azından bir şərt ödənib də, ən azından biri ödənibdir. Bax, məntiqi 40-dan böyükdür, amma informatikası 18. O cümlədən, belə deyək də, yəni bir nəfərdir indi burada ödənibdir bu. Qalan hamısında demək olar ki, əndə ödənibdir. Yenə deyirəm, bu birləşmə deməkdir, orada yaz. Amma o ikisində yuxarıda kriteriya da yazsaydı, o kəsişmə olar. Ona aid məsələlər üzərində bunu daha geniş sizə izah edəcəm. Bu belə. Bizə deyək, davam eləyək. Burada da yenə bax, o bayaq dediyim o işarələr nəyi göstərir? Hamısını qeyd eləmişəm. Bax, bu redaktiyəni göstərir, qələm işarəsi, yazı.
Bu isə sonuncu yazını, yəni yeni məlumat daxil edir. Sonuncu yazını. Bu qabağında ulduz işarəsi olan bu işarə yeni yazı daxil etmək üçündür. Bu əvvəlki yazıya, bu ən birinci yazı üzr istəyirəm. Bu əvvəlki yazıya, bu növbəti yazıya. Bu isə sonuncu yazıya keçirilir. Burada da yeni Access proqramlar görünüş rejimləri var. Bunu da öyrənə bilərsiniz özünüz. Öyrənsəz yaxşı olar. Görünüş rejimləri hesabatlar üçün nələrdir? Formalar üçün nələrdir? Cədvəllər üçün nələrdir? Burada da yenə bax o dediklərimiz, süzgəcin növlərini, sorğuların növləri, soru ustalarını görə bilərsiniz. Əlavə məlumatlar da yenə bax burada verilənə bazası üzərində aparıla bilən standart funksiyalar var. Maliyyə, riyazi, statistik, ümmətin səhvlərin işlənməsi, belə şeylər var. Onu da öyrənsəz yaxşı olar. Yenə predmin sahə nədir, nisbətin gücü nədir, mahiyyət nədir? Burada da əlavələr qoymuşam. Belə, burada da o kredit bölməsində məsələn sorğunun quruluşunu, formanı, çünki dövlət quruluna bir dəfə belə bir sual görmüşəm, formanın derdi görünüşü hansıdır? Bax, belə bir sual düşüb iyun ayında. Ona görə deyirəm ki, məsələn, bunları da bu görünüş rejimlərinin görünüşünü bilsəz yaxşı olar, ola bilər hər şey. Formanın görünüşü bu formadadır, sorğunun görünüşü bu formadadır, hesabat bu formadadır, belə. İndi qulaq as bura. Nədən danışacağım sizə? Bizə deyirik, buradan çıxaq. Son bir hissəmiz qalıb, bu cədvəllər üzərində müəyyən hesablamalar var. Onu da görsədim, sonra Access dərsi yekunlaşır. Bir dəqiqə açılsın. Hə, tamam. Access proqramında mütləq olur ki, indi başda cədvəllər də var. O cədvəllər üzərində danışacağıq. O, belə deyək də, başda əlavə cədvəllərimiz var. Onu da testlərdə görəcəksiniz. İndi OR nədir, AND nədir? Bunu sizə cədvəl üzərində izah eləmək istəyirəm. Bir dəqiqə, bir dənə cədvəl götürək sadəsini. Baxın. Deməli, bax, burada baxmaq istəyirəm. Bax, bu 109-cu sualı. Gəlin bunu kəsək götürək. Müəllim, bu qarşısında not olanda, məsələn, not saxlasam, əndi oru əməliyyat yerinə yetirsəm, Not yoxsa nəyin notla birlikdə. qabağındadsa, onu işləməlisən. Qulaq as buraya. Məsəl üçün, İşləyəcəm, indi görərsən. Necə dəqiqə. Bax, deyir ki, aşağıdakı şərti ödəyən yazıları seçin. Yazı sətr demək. Universiteti budur olanlar. Universiteti budur. Yəni, başqa dövlət universiteti olanlar. Birincidir. Sonra, belə deyək, 6-cıdır da. Başqa yoxdur. 1 və 6. Or yazırıq araya. Sonra, universiteti bu gördüyün. Bu olan. Deməli, bax, 2. 2 və 5. 5. Baxın, indi qulaq asın. Or birləşmə deməkdir. Birləşmə. Birləşmə deməkdirsə, bizə də icazə ver, izah edeyim. Birləşmə deməkdirsə, bunu birləşdirəcəksən. İkisini birləşdirəcəksən. Elə bil toplayacaqsan. 1, 2, 5. Bax, bu or birləşmə demək. Birləşdirdik. Sonra nə edərəm? AND yazaram, AND. Yəni, altını da yazıram. 1, 2, 5, 6 yazdım. Deməli, AND not bal kiçikdir 59-dan. Balı kiçik olan 59-dan yazırıq. Balı kiçik olan 59-dan deməli 2-dir. Sonra 3-dür. Sonra belə deyək. Varmı? Yoxdur başqa. İndi bunun qabağında not varsa, not əgər varsa olmaya da bilər. 2-dən 3-dən başqa nə var onu götürəcəksən. Not inkar deməkdir axı. Götürdüyün cavabın tam əksi. 2-dən 3-dən başqa var burada 1, 4, 5, 6, bizə də elə çıxmayaq dərsdən.